Situasiya suallarına baxaq. Müəllim irsi məlumatlar genetik kod mövzusunu izah edərkən translyasiya prosesinin nüvədə, transkripsiya prosesinin nüvədə, translyasiya prosesinin sitoplazmada gedən orqanizmlər haqqında danışır. Yəni iki proses vardı: transkripsiya, translyasiya. Transkripsiya prosesi nüvədə, translyasiya prosesinin sitoplazmada gedən orqanizmlər haqqında danışır. Deməli, birinci sualımıza baxırıq. Translyasiya prosesində əmələ gələn su molekullarının kütləsi 18.000 qramdır. Yəni, translyasiyada yaranan su molekulu 18.000 qram olubdur. Transkripsiya prosesində ayrılan su molekullarının sayı neçə olar? Yəni, bizdən nəyi soruşur? Transkripsiya prosesində ayrılan suyu soruşur və cavabınızı əsaslandırın deyir. Biz burada suyun ayrılmasını tapmalıyıq və biz bunu necə bilirik? Translyasiyada nə qədər su ayrılır? Birinci bunu tapaq. Translyasiya prosesində bilirik ki, n çıxılsın 1 sayda su ayrılır. Yəni, 18.000 qram su molekulu ayrılıbdır. Birinci 18.000 qram verildiyi üçün bunu çevirək. 18.000 qram çevirək, biz bunun neçə molekul su olduğunu tapaq. Bilirik ki, bir suyun çəkisi 18 qram götürsək, yəni bir dənə su molekulunun çəkisidir. X'imiz bərabər olur. Buradan tapırıq 1000 ədəd. Yəni 1000 ədəd bizim su molekulumuz vardır. Və bu 1000 ədəd olan n çıxaq 1'dir. N çıxaq 1 1000'dir. Və buradan belə eləyək, n plus 1 amin turşusunu tapa bilərik. Yəni n plus 1'dən amin turşunu tapırıq. O da olur 1000'in üstünə gəlirik 1'ini, bərabərdir 1001 ədəd olacaqdır. Bizdən transkripsiya prosesində ayrılan su molekullarının sayını soruşur. Deməli, biz bilirik ki, zula sintezində bir amin turşusu uyğundur bir tripletə, yəni kodlaşdırma zamanı, və bu da bir tripletimiz 3 nukleotidə bərabərdir. Biz burada amin turşunu tapmışıqsa, yəni baxın 1001 ədəd bunu tapmışıq. Tripletimiz də bərabər olacaq 1001'ə. O da 3 nukleotid idisə əgər, yəni 3x 3 dəfə artıraq, bu da olsun 3003 ədəd olacaqdır. 3003 ədəd biz nukleotid sayını tapdıq. Yəni nukleotidin altından yazmışıq biz bunu. Artıq bilirik ki, transkripsiyada da n çıxaq 1 su ayrılır. Yəni n burada nukleotidin sayıydı. N çıxaq 1 su ayrılır. Və biz burada nə edirdik? 3003'dən çıxarıq 1'ini. 3003 çıxaq 1 bərabərdir 3002 ala bilərik. Ya da ki, biz amin turşunun sayını tapmışdıqsa, yəni bu bir qaydadır. Bir qaydada deyə bilərik burada. Amin turşunun sayını bildiksə, yəni amin turşu 1001 ədəd demişik vardı. Artıq avtomatik 3n çıxaq 1 düsturundan da istifadə edə bilərik biz. Yəni yenə də elə 3n çıxaq 1 eyni qayda olacaq. İzahı da bu qaydada geniş şəkildə yazıldı.